Bezimiz həm bu görüntüdür. Bu mənzərəni yaşayan evdə nə qədər xanım var, hər gün yaşayır. Gəlib xanım kladkaya daraq ilişib qalıb başında. Bunu buradan açana da mükafat verir, yəni mümkünsüz. Xanımın saçı o qədər qıvırcıq saç deyil, amma dəhşət dolaşan saç. Yəni yuyur, daramaq mümkün deyil. Qurudur, saç dolaq-dolaq, başlayır düyünlənməyə. İndi bu saçın ancaq bir dənə çarəsi var, o da nanoplastikadır. İndi inşallah çalışacağım bu darağı bu gün buradan açar. Aça bilsəm inşallah düzləşdirib paylaşacağım. Bəziləriniz inanmırsınız ki, vallah daranmır, bax. Daraq girmir, daraq düşmür. Bax. Çox biraz edəcək. Daramaq olmur da. İlişir qalır. Prosedur bitdi. Bu da bayaqki ilişən, dolaşan saçın nəticəsidir. Gördüyünüz kimi saç su kimi axır, su kimi. Yəni belə düzləşmələr istəyirsinizsə, sağlam, keyfiyyətli buyurub müraciət edə bilərsiniz. Tam iysizdir, qoxusuzdur. Heç bir narahat edici iyisi, qoxusu yoxdur. Uşaqlar üçün də keçərlidir. Uşaqlara da rahatlıqla elətdirə bilərsiniz. Yəni can rahatçılığıdır. Ən azı bir ildə qalıcılığı var.